Bəziləri isə bunun simvolik olaraq müəyyən bir sistemin və ya tarixi balansın ifadəsi olduğunu düşünür. Məhz bu nöqtədə müasir dövrün reallıqları ilə qədim mətnlər arasında müqayisə aparanlar belə bir sual ortaya qoyurlar. Əgər bu səth artıq zəifləyibsə və ya dağılmaq üzrədirsə, onda Yəcuc və Məcuc anlayışı bugün dünyada hansı formada özünü göstərir? Bu sualın cavabını axtaran bəzi şəxslər, xüsusilə də alternativ tarixi və siyasi analizlərlə məşğul olanlar, qlobal güc strukturlarına diqqət yetirirlər. Onların fikrincə, dünyada baş verən iqtisadi böhranlar, müharibələr, informasiya manipulyasiyası və texnologiyanın sürətli inkişafı təsadüfi deyil. Bu hadisələrin arxasında duran güclərin qədim mətnlərdə təsvir olunan, fitnə yaradan qüvvələr ilə müəyyən oxşarlıqları ola biləcəyi iddia edilir. Bu kontekstdə bəzi çıxışlarında Qədir Mısıroğlu kimi şəxslər də oxşar fikirlər səsləndirmiş və müəyyən qruplarla Yəcuc-Məcuc arasında əlaqə qurmağa çalışmışdır. Lakin bu cür yanaşmalar həm dini, həm də akademik mühitdə ciddi mübahisələrə səbəb olmuşdur. Digər tərəfdən, qiyamət əlamətləri ilə bağlı hadisələrə baxdıqda, cəmiyyətin mənəvi cəhətdən zəifləməsi, haqsızlığın yayılması, insanların yalnız maddi maraqları düşünməsi kimi hallar qeyd olunur.